Salam yoldaşlar, xoş gəlmisiniz. Gec başladıq. İstəyirik ki, hər kəs gəlsin, onunla bir yerdə söhbətimizə başlayaq. Əvvəlcə mən istəyirəm Aristotel Fəlsəfə Klubu haqqında məlumat verim ki, biz kimi, nə iş görürük, ümumiyyətlə, ya bu təlimləri keçirik və nə vaxtdan da keçirik. Təqribi 3 il olar artıq biz əvvəlcə akademiyalarda, universitetlərin nəzdində başlamışdıq. Ancaq elə oldu ki, universitetlərdə fəaliyyət göstərən yoldaşlar, mən və ağlar yoldaş, universitetlə əlaqələrimiz bu və ya digər şəkildə kəsildi və elə oldu ki, biz fərdi təşəbbüs göstərdik və müxtəlif məkanlarda təlimlərə, mühazirələrə, bəzən söhbətlərə, bu ildən etibarən isə film nümayişlərinə başlamağa qərar verdik. Bundan başqa bizim bu il üçün nəzərdə tutduğumuz artıq bir təlim ağlar yoldaşın icrası ilə bir yerdə yerinə yetirilib. Bu il üçün ikinci mühadirəmizdir. Bundan sonra təqribi iyun ayına qədər biz sistemli şəkildə mühadirələr təşkil edəcəyik. Bəzən film nümayişləri olacaq. Bunlar hamısı bu gün də olduğu kimi ödənişsiz həyata keçirilir və ümid edirik ki, bugünkü yoldaşlar mütəmadi olaraq gəlib orada iştirak eləyər. İndi biz mühadirəni bitirəndən sonra fikir mübadiləsi və sual-cavaba keçəcəyik. Mən istəyərdim ki, hər kəs öz fikrini bildirsin mövzu haqqında və yaxud daha maraqlı hesab elədiyi bir şey haqqında. Deməli, bugün biz danışırıq Nobel mükafatından və onun kimə və nəyə görə verilməyindən. Əvvəlcə gəlin başlayaq görək Alfred Nobel kimdir? Yəqin ki, Nobel bizə tarix kitablarından tanışdır. Nobel Rusiya ilə müharibəyə cəlb olunduğuna görə o qardaşlar olaraq sonra onlar gəlirlər Azərbaycana. Azərbaycana birinci gəlməklərinin səbəbi tüfəng üçün qundaq, keyfiyyətli qundaq axtarışındaydılar və Azərbaycandakı qod ağacları onların diqqətini cəlb eləmişdi. Bu səbəbdən onlar Azərbaycanın regionlarına, meşələrə, belə deyək, yola düşdülər, öz kapitallarını artırmaq arzusu ilə və nəhayət onlar Bakıdakı neft bumundan xəbərdar oldular və belə qənaətə gəldilər ki, burada neft şirkəti açmaq və varlanmaq olar. Deməli, Alfred Nobel Bakıda neft şirkəti açır, bir xeyli Nobel qardaşları olaraq imtiyazlı pilləyə yüksəlir, pul qazanır, cəmiyyətin sayılan, seçilən üzvünə çevrilir. Ancaq qəfildən dünyada tayı bərabər olmayan bir hadisə baş verir və Bakıdan, eləcə də köhnə Çar imperiyasında böyük oktyabr sosialist inqilabı baş verir və bunların mülkü əllərindən alınır. Ancaq bu ənənəvi kapitalist əqidəsinə uyğun olaraq onlar öz pullarını həmin ölkədə yox, başqa ölkələrdə müdafiə elədiklərinə görə bugünkü Nobel fondunun da hətta təqribən 12% ilə Bakı neftinin pullarıdır ki, dövr eləyir. Hələ də gəlib, bugünə qədər gəlib çatıb. Deməli, Alfred Nobel gedir öz ölkəsinə inqilabdan sonra, başa düşür ki, artıq Bakıda heç bir işıq yoxdur, pul qazanmaq üçün, istismar eləmək üçün və öz ölkəsində fəaliyyətini davam elətdirir. Bunun qardaşı, səhv eləmirəmsə Albert Nobel, öldüyü ərəfədə qəzetdə səhvən, epitafiyada, yəni onun ölümü ilə bağlı yazıda belə bir başlıq diqqətini çəkir və o başlıqda səhvən Alfred Nobeli qeyd eləyir orada. Qardaşını yox, məhz özünü. Orada da başlıq belədir ki, ölüm taciri öldü. Həmən bu ifadə Alfred Nobelə çox təsir eləyir. O belə qənaətə gəlir ki, öləndən sonra bu cür xatırlanmaq onun üçün yaxşı olmaz. Niyəsə onun insanlıq duyğuları baş qaldırır və belə qərara gəlir ki, öz vəsiyyətini dəyişsin və pulunu tamamilə Nobel fondu yaratsın və ora iyanə eləsin. Bu fond 1900-cü ildən üzü bəri kimya, fizika, tibb və fiziologiya, ardınca sülh və nəhayət ədəbiyyat üzrə Nobel mükafatları təhsil eləyir və verir. Nobel mükafatı ilə bağlı bir maraqlı məqam var. Bax, mən hazırlaşanda o mənim çox diqqətimi çəkmişdi. Deməli, Nobel mükafatı ədəbiyyat üzrə o halda təqdim olunurdu ki, əvvəlcə həmin müəlliflər idealist tərzdə yazsınlar. İdealist tərzdə yazmaq o deməkdir ki, yəni elə müəlliflər elə əsərlər yazmalıdır ki, o insanları mənəvi olaraq təmizləməlidir və bəzi humanist və dini dəyərlərə də diqqət eləməlidir. Bunları yaşatmalıdır. Çünki Alfred Nobel bütün digər zənginlər kimi ömrünün son çağlarında hər halda Tanrı ilə tanış olmuşdu və elə hesab edir ki, bu dəyərləri müdafiə eləmək yerinə düşür, hətta öləndən sonra belə. Ancaq illər ötdükdən sonra Nobeldə bu tendensiya dəyişir. İndi biz o barədə də danışacağıq. Deməli, Alfred Nobel haqqında onun dinamiti kəşf eləməyi və bunun kimi cəmiyyətdə bu adla tanındığı
qeyd olunurdu, amma artıq bu gün Nobeli daha çox biz Nobel mükafatçısının təsisçisi kimi tanıyırıq. Nobel mükafatları haqqında belə bir fikirdə var ki, daha çox niyə görə dəyişməyini və dəyişəndə Nobel mükafatının tendensiyasının dəyişməyi ilə bağlı qalmaqal əslində lap elə dünyanı hardasa öz arxasınca aparan əsərlər yaradan bəzi müəlliflər var idi. Məsələn, Proust kimi, Tolstoy kimi bu müəlliflərin niyə Nobel almamağının səbəbi bax o dediyimiz idealist tərzdə yazmamaqla daha doğrusu əlaqəli idi. İndi gəl bir balaca hadisələri, daha doğrusu gedişatı biraz qabaqlayıb mən deyim indi niyə görə artıq Nobel mükafatı, ədəbiyyat üzrə Nobel mükafatı tamam başqa şəxslərə verilir. Məsələ burasındadır ki, artıq Nobel və ədəbiyyat öz qayda qanunlarını demək olar ki, tamamilə dəyişib. İkinci Dünya müharibəsindən sonra elə şəxslərə Nobel mükafatı verildi ki, və yaxud 21-ci əsrdə artıq elə şəxslər Nobel mükafatı alır ki, orada nəinki humanist dəyərlər, ümumiyyətlə tamamilə dünyanı bədbin ovqatda qavrayan, o ovqatda yazan və onun təbliğatını aparan müəlliflərə verilir. Məsələn, bunun ən yaxşı nümunəsi elə bu son Nobel mükafatı laureatıdır ki, biz onu yekunda müzakirə edəcəyik. Görək bugünkü dövr üçün o müəllif nə qədər aktualdır, biz onu oxuyuruqmu? Oxumamışıqsa, ən əhəmiyyətli sual, oxumamışıqsa niyə görə oxumamışıq? Deməli, Nobel mükafatı qalmaqallı bir neçə müəllifə verilib. Bunlardan hamının, yəqin ki, Bakıda yaşayan hamının bu və ya digər şəkildə ya oxuduğu, ya rastına çıxdığı bir müəllif var ki, bu Orhan Pamukdur. Orhan Pamuka Nobel mükafatı verilməyinin bir neçə səbəbi var. Birinci səbəbi Pamukun yuxarı zümrəni təmsil eləməyi və Avropaya tərcümə sahəsində çox tez və yüksək keyfiyyətlə girib çıxa bilməkdir. Bu birinci və belə deyə hər kəs üçün açıq bir qapıdır. Hər kəs üçün dırnaq arasında pulu olan hər kəs üçün açıq bir qapıdır. İkinci, onun erməni soyqırımı ilə bağlı mövqeyi, hətta belə səhv xatırlamıramsa belə bir məlumat da var ki, Pamuk elə Nobel mükafatı almamışdan çox qısa bir müddət əvvəl Osmanlı ərazisində ermənilərə qarşı soyqırım olduğunu qəbul eləyir, müsahibəsində bunu bəyan eləyir və bundan çox qısa müddət sonra onu İsveç Akademiyası Nobel mükafatı ilə mükafatlandırır. Başqa qalmaqallı müəlliflər siyasında hamısını göstərmək olar. Knut Hamsunun Nobel mükafatı almağından təqribən bir 20 il sonra, Nobeli 20-ci ildə aldı, 1920-ci ildə. Faşist Almaniyası Norveçə hücum elədiyi ərəfələrdə isə o öz faşist ideyalarını təcəssüm etdirmək üçün, özünün Hitlerə loyallığını göstərmək üçün Nobel mükafatını birbaşa Goebbelsə göndərir ki, mən Norveçli bir müəllif olaraq Hitlerə simpatiyamı bəyan edirəm və buna görə əlimdə olan ən əhəmiyyətli şey Nobel mükafatını məhz faşist Almaniyasının rəhbərlərinə göndərirəm. Hamısının maraqlı bir nüansı da oradadır ki, Hamsun ömrünün sonuna qədər faşist ideologiyası ilə bağlı bir ziddiyyətə düşmür. Yəni 90 yaşında öləndə belə o Hitleri müdafiə elədiyinə görə, faşizmin təbliğatında yer aldığına görə bir utanc və yaxud buna görə üzr hadisəsi ilə cəmiyyətdə peyda olmur. Elə ömrünün axırına kimi tənha şəkildə ölən günə qədər öz işini davam elətdirir. Hamsun haqqında bunu da deyim ki, o demək olar dünyada ilk dəfə bütün əsərləri ölkə şəklində evinin qarşısında yandırılan bir müəllifdir. Həmən aqibət bizdə Əkrəm Əllisinin də başına gəlmişdi 2012-ci ildə səhv eləmirəmsə. Düzdür, Əkrəm Əllisinin Nobel mükafatına, ədəbiyyat üzrə Nobel mükafatını yox, sülh mükafatı üçün Nobel sülhə namizəd ola bilərdi, amma o da alınmadı. Belə bir uyğunluq özünü yarbayarı göstərə bildim. Nobel mükafatı ilə bağlı bir də qalmaqallı müəlliflər arasında Boris Pasternakı göstərmək olar. Pasternak deməli, yəqin ki, burada hər kəs Pasternakı Doktor Jivago əsəri ilə tanıyır, amma Pasternak həmçinin çox böyük şairdir. Hətta Mayakovskinin onun haqqında maraqlı bir fikri var ki, nə qədər ki, Rusiyada böyük şairlər var, mənim özüm də, Mayakovski deyir, mənim özüm də nə qədər ki, Rus poeziyasını yüksək qiymətləndirir, amma məxsusi şəkildə Pasternakı qeyd edirəm ki, o bu dövrə qədər yaşamış ən böyük Rus şairidir, amma biz niyəsə Pasternakı Nasir kimi tanıyırıq. Bunun səbəbləri var. Birinci növbədə məhz Nobel mükafatının
bilirsiniz ki, Nobel mükafatı bu və ya digər formada başlığa görə çıxardılır ki, filan töhfələrinə görə biz Nobel mükafatını bəzi müəllifə veririk, bu müəllifə veririk. İndi biz Nobel mükafatını başqa formada bir əsərinə görə və yaxud ümumi yaradıcılığına görə alan müəlliflərdən danışacağıq. Pasternakın müsbət cəhəti orasındadır ki, Pasternak həm poeziyasına görə, həm də spesifik olaraq Doktor Jivago əsərinə görə Nobel mükafatı qazanıb. Bunun səbəbi də belə yoza bilərik bunu. Qərbdə artıq yüksələn Sovet İttifaqı ənənəsinə, incəsənətinə qarşı necəsə bir əks fikir formalaşmalı idi. Bunun ən ideal yolu Rusiyanın daxilində, Sovet İttifaqı daxilində dissident müəllifi çıxartmaq idi. Orada necəsə özünü gətirmək idi və məşhurlaşdırmaq idi. Pasternakın Doktor Jivago əsərini oxuyan insan orada Jivagonun hansı personajdan bəhrələndiyini və kimə çevrildiyini, müəllifin, protagonistin hansı inkişaf yolunu keçdiyini görə bilər. Bu əsərin daxilində bəzi fraqmentlər Sovet İttifaqı ümumi ideologiyası ilə ziddiyyət təşkil edildiyinə görə Doktor Jivago əsəri vətəndə yox, məhz İtaliyada səhv eləmirəmsə əvvəlcə çap olunur, ondan sonra pirat nəşrlərlə yayılır və nəhayət akademiya belə qərara gəlir ki, bu olduqca samballı bir əsərdir, ziddiyyətlidir bu arada. Doktor Jivago əsərini bir o qədər də yetkin və birbaşa Nobelə layiq əsər kimi, mətn kimi qəbul edilməyən ədəbiyyatşünaslar, müəlliflər də kifayət qədərdir. Jivagoya məhz Nobel mükafatı verilən ərəfədə ənənəvi olaraq o zənglə bildirilir, zəng olunur Jivagoya və Xruşov ona bildirir ki, əgər sən mükafatı almağa getsən, vətəndən bir dəfəlik vidalaşa bilərsən, geri dönməyinə ehtiyac yoxdur. Və Pasternak getmir, Xruşovla da danışanda deyir ki, mən vətəni tərk eləmirəm, həmişəlik burada qalıram. Ya onun mükafatını səhv eləmirəmsə, öləndən bir 10 il, bəlkə 10 ildən artıq müddət sonra övladı gedir. Akademiyadan götürür və o nitqi də həmçinin o oxuyur. Bu kitablarda da var. Yekunda kiməsə maraqlı olsa, bax, bəhrələndiyim kitablar bunlardır, bunlara göz ata bilərsiniz. Pasternakın ardınca mən istəyərdim Solzhenitsin barəsində də danışım. Solzhenitsin də olduqca qalmaqallı bir Nobeliaddır. Solzhenitsinə mükafatı məhz Qulag arxipelaqı romanına və dissident fəaliyyətinə görə verilir. Solzhenitsinlə bağlı maraqlı bir məqam da ondadır ki, Solzhenitsin bilirsiniz ki, mükafat o halda verilir ki, ya sən hansısa bir qurumda təmsil olunmalısan, məsələn, Azərbaycan Yazıçılar Birliyi, o səni təqdim eləməlidir mükafata. Məsələn, Azərbaycanda bu hal baş vermişdi, Kamal Abdullanı təqdim eləmişlər və yaxud bu yaxınlarda mənim çox sevdiyim bir Gürcü müəllif Hakan Morçiladze Gürcüstan Yazıçılar Birliyi təqdim eləmişdi, o da uğursuzluqla nəticələndi. Yəni, ya səni bir qurum təqdim eləməlidir, yaxud səni eks-Nobeliadlardan biri, yəni əvvəl Nobel qazanmış müəlliflərdən biri verməlidir. Məsələn, Solzhenitsində maraqlı məqam budur ki, Solzhenitsini François Mauriac təklif eləyir ki, bəs gəl bu müəllifin də yaradıcılığı ilə tanış olmaq lazımdır və o da Nobelə layiq bir müəllifdir. Məsələn, Rusiyanın özündə bu gün də, məsələn, müasir ədəbiyyatşünaslıqda da Solzhenitsinə qədər Rusiyada o qədər müəllif var ki, Nobel almağa layiq. Yəni, Solzhenitsinin mükafat almağı bir balaca siyasi maraqlar və siyasi qalmaqallarla əlaqəlidir. Solzhenitsin də mükafatı almağa bir xeyli vaxt sərf eləyir. Onun amma çox maraqlı bir Nobel nitqi var. Burada var, Nobel mühazirəsi var. O, kiminsə vaxt həvəsi olsa, bax, indi buradan istəsə baxa bilər, kifayət qədər maraqlıdır. O özü qeyd eləyir ədəbiyyatın qüvvətini, gücünü ki, hardan hara gətirib çıxara bilir Solzhenitsini. Siyasi qalmaqallar haqqında bir də Sartre'ı qeyd eləmək yerinə düşər. Sartre yeganə müəllifdir ki, həm nitq oxumaqdan imtina eləyir, həm Nobel mühazirəsi oxumaqdan imtina eləyir, həm Nobel fondunun onun üçün ayırdığı təqribən 1 milyon məbləğindən imtina eləyir və bir mənalı şəkildə Nobel mükafatından imtina eləyir və onun bir dənə mətni var. Mən niyə mükafatdan imtina elədim? Bunu həm mühazirəyə salırlar, həm nitqə salırlar, amma o nə mərasimdə çıxış eləyib, nə ümumiyyətlə krala təzim eləyib, heç bir şəkildə. Sadəcə Sartre illər sonra mükafatın fondunu, pulunu əldə eləmək üçün müraciət edib, amma artıq ona deyiblər ki, mümkün deyil də, ya nitqə oxumalıydın vaxtında, ya mükafatdan imtina eləməməliydin illər sonra. Sartre'ın qalmaqalı
Mən bu barədə çox danışmışam. Həm əvvəl Aristoteldəki mühadirələrdə, həm bir neçə il əvvəl Salamdakı mühadirələrdə. Sartre'ın imtinası məncə olduqca nümunəvi bir imtinadır. O qeyd edir ki, mənə Lenin mükafatını versəydilər də ondan imtina eləyərdim. Çünki mən istəmirəm ki, oxucular məni Nobelçi, Nobeliat yazıçı kimi fəaliyyətimə 1-0 qabaqda başladığımı fikirləşib elə oxusunlar, oxucu kimi. O deyir ki, mən Sartre'am deyə əgər axtarıb tapacaqlarsa oxusunlar. Amma Nobelin elə bir ideyası var ki, mən birazdan deyəcəm. Nobel istəyir ki, o müəllifi biz yaradaq. Məsələn, bugün elə müəlliflər var ki, onlara Nobel verilməməyinin səbəbi məhz budur. Həm də bəlkə də Nobel mükafatı belə hesab edir ki, Sartre'a biz mükafatı verək. Sartre da İsveç kralının qarşısında təzim eləsin, smoking geyinsin, gəlsin və görsünlər ki, ədəbiyyat doğrudan da hamını birləşdirir. Heç bir sinfi ziddiyyət və yaxud ümumi bir tendensiyadan qırağa çıxdı yoxdur. Lyosa da mükafatı götürə bilir, Sartre da mükafatı götürə bilir. Yəni, ədəbiyyat sözün həqiqi mənasında ədəbiyyat üçündür. Maraqlı bir müəllif Handke qalır. Bu yaxın 2018-də mükafata layiq görülmüşdü. Handke'nin mükafatı həqiqi qalmaqala səbəb olmuşdu. O Miloševiç adında bir müharibə cinayətkarını dəstəkləyirdi və yaxud ona belə deyək, əks mövqe bildirmirdi. Amma buna rəğmən ona Nobel mükafatı verilmişdi və həmin gün Stokholmun meydanlarında onun əleyhinə mitinqlər keçirilir ki, Nobel mükafatı artıq özünü hansı günlərə salıb ki, belə bir mənasız şəxs, belə bir cəmiyyətə xeyir verməyən müəllif Nobel mükafatı ilə mükafatlandırılır. Bax, bir də mən istəyərəm danışım. 1931-ci ildə maraqlı bir hadisə baş verib Nobel mükafatı tarixində. Caulfield adında bir şair, Nobel mükafatı verən qurumun üzvü, həm də olduqca istedadlı bir İsveçli şair. Hər dəfə onun yoldaşları onun yaradıcılığını qiymətləndirmək üçün onu Nobel mükafatına namizəd təklif edirlər. Amma bu insan bizə nə qədər qəribə olsa da o kürsüdən faydalanmır və hər dəfə deyir ki, mən bunu özüm üçün bir imtiyaz hesab edirəm də. Siz mənim yoldaşlarımsınız və bu səbəbdən mənim yaradıcılığımı bir balaca digərlərindən daha yaxından oxuyursunuz. Yaxından belə də olduğuna görə də məni mükafatlandırmaq istəyirsiniz. Və bu adam ömrünün sonuna qədər hər dəfə o namizəd olduqda öz istəyi ilə namizədliyini geri çəkir. Yalnız öləndən sonra artıq Nobel komitəsi belə qərara gəlir ki, rast ki, bu müəllif yoxdur, amma biz onun yaradıcılığını yüksək qiymətləndiririk. Və Caulfield ölümündən sonra Nobel mükafatı alan yeganə müəllif kimi tarixə düşür və Nobel mükafatı onun ailəsinə, həyat yoldaşına verilir. Maraqlı bir də onu deyim ki, iki diqqətə layiq hadisə baş verib Nobel mükafatı tarixində. Onun biri məhz Markezlə bağlı 82-ci ildə, biri də 65-ci ildə Şoloxovla bağlı. Demək, Şoloxov Nobel mükafatını alır və qaydaya uyğun olaraq ora hər kəs iki əhəmiyyətli qayda vardı. Ona riayət etməlisən. Bir, qara geyinməlisən, qara belə dedi, ziyafət geyimində getməlisən. Bir də mükafat ələsində təzim etməlisən krala ki. Mən bu mükafata layiq gördüyüm bu fonda görə təşəkkür edirəm. Şoloxov təzim eləmir. Çox qısa və mən düşünürəm ki, o qədər də təsiri olmayan bir mühazirə oxuyur, nitq söylüyor. Və bu bir tendensiyaya çevrilir. Ardınca Markezdə həmən şey baş verir. Markez o videoya da baxmaq olar, şəklə də baxmaq olar. Markez ağ bir kostyumda gedir Nobel mükafatını almaq üçün. Kifayət qədər maraqlı bir mühazirə oxuyur orada. Latın Amerikasına göstərilən ögey münasibəti qabardır. Latın Amerikasındakı ədəbiyyatın niyə görə məhz bu qədər dil varkən İspan dilində, Portuqal dilində fəaliyyət göstərməyindən deyinir və bir növ Avropaya, birbaşa Qərbi Avropaya istismarçı mövqeyinə görə meydan oxuyur. İstismarçı mövqeyinə görə meydan oxuyur və onun Nobel nitqini mən düşünürəm ki, kifayət qədər sambalı Nobel nitqi mühadirəsi hesab eləmək olar və onu oxumaq olar. Mən kiməsə maraqlı olsa WhatsApp qrupuna təsirli hesab elədiyim Nobel nitqlərinin siyahısını atacağım və hansılar ki, Azərbaycan dilində mövcuddur, onları əldə edib oxumaq mümkündür. Bir də Nobel mükafatından yarı-bayarı
imtina eləmiş müəlliflər var. Bunlardan biri Bernard Shaw'dur. Bernard Shaw'da məsələ belədir ki, Bernard Shaw mükafat ona verildiyini eşidir, amma belə bir söz-söhbət gəlir ki, Shaw ondan imtina eləyəcək. Shaw ondan imtina eləyəcək, ancaq həyat yoldaşı belə bir təklif verir ki, sən düşünmə ki, bu mükafat fərdi olaraq Bernard Shaw'a verilib. Bu, İrland ədəbiyyatının bu günə qədər keçdiyi yolun bədii bir təzahürü kimi mükafat formasında və sənin timsalında İrland xalqına verilir. Yalnız bundan sonra o nitq söyləməsə də mükafatı götürməyə razı olur, mükafatı götürür. Ancaq onu da İsveç ədəbiyyatının İngilis dilinə tərcümə olunması üçün bir fond yaradır və ora çevrilir. Bundan sonra İsveç ədəbiyyatı daha kütləvi şəkildə İngilis dilinə tərcümə olunmağa başlayır. Bir də Beckett var, modernist bir müəllif. Bax, onun Nobel mükafatı almağı tendensiyanın pozulmağının ən bariz nümunələridir ki, bax, bundan sonra biz ondan danışacağıq. Demək, Beckettin də mükafat alarkən bir Afrika ölkəsində istirahətdə olanda ona zəng gəlir. Həyat yoldaşı da bilir ki, Beckett onsuz da kifayət qədər nüfuzlu şəxsdir, kifayət qədər nüfuzlu müəllifdir. Ona görə bu məşhurluq onu lap da özündən çıxara bilər və Beckett ümumiyyətlə nə mükafatlandırmaya gedir, nə nitq oxuyur. Amma özünün yerinə öz naşirini göndərir. Naşir onun yerinə çıxış eləyir. Fondun ona ayırdığı məvacibi də götürür. Bir də Shaw haqqında bunu deyim ki, Shaw yeganə müəllifdir ki, Pigmalion əsərinə görə Oscar da alır və həm Oscar, həm Nobel mükafatı alan hələ ki yeganə namizəd kimi ədəbiyyatda öz yerini saxlayır. Bax, mən bir də bayaq dedim, o tendensiyanın dəyişməyi iki nöqteyi nəzərdən maraqlıdır. Ki, idealist tərzdə yazan müəlliflərə niyə artıq verilir və ondan niyə verilib və ondan sonra niyə artıq bu, belə deyək, çətir biraz böyüdü. Nobel mükafatının verilmə arealı niyə biraz genişləndi? Birincisi, artıq dünyada o dəyərlər sorğulanmağa başladı. İnsan mənəviyyatı, tanrı, din, bunlar zaman keçdikcə öz həqiqi dəyərlərini şübhə altına alır. Məsələn, müharibə bizə göstərir ki, bilikli olmaq, intellektual olmaq nəyisə dəyişmir. Yəni, bilikli, savadlı və insanlara xitab eləyə bilən şəxslər ölkələri idarə eləyərkən heç də yaxşı şeylər gətirib çıxartmır. Məsələn, biliyin, savadın və yaxud mənəviyyatın heç də hər dəfə yaxşı şeyə gətirib çıxarmadığını görəndən sonra Nobel mükafatı belə qərara gəlir ki, artıq yeni bir dünya nizamı var və ədəbiyyat mükafatı da ona uyğun verilməlidir. Bundan sonra bax, Sartre mükafat verilir, Camus'a mükafat verilir, daha ciddi müəlliflərə mükafat verilməyə başlanır, Marquez də onların içindədir. İkinci maraqlı məqam budur ki, Nobel mükafatı son illər belə bir tendensiyaya yuvarlanır artıq. O elə müəlliflər seçmək istəyir ki, o müəllif Nobel aldı deyə cəmiyyətdə müəyyən yerə gəlib çıxsın. Məsələn, Salman Rushdie qədər Nobelə layiq artıq bir müəllif tapmaq çox çətindir. Yəni, adam öz həyatı ilə belə bunun bədəlini ödədi, ədəbiyyatın bədəlini ödədi. Yaradıcılığında kifayət qədər qiymətli əsərlər var. Amma ona belə Nobel mükafatı verilmir. Çox sadə, liberal həyat tərzi sürən, heç bir şeydə radikal olmayan və ədəbiyyatda da, yaradıcılığında da olduqca belə deyək, bədbin ovqatda olan müəlliflərə mükafat verilməyə başlanır. Məsələn, postkolonial ədəbiyyatlar artıq müəlliflər kifayət qədər Nobelə yaxındılar. Feminist ədəbiyyatçılar Nobelə müəyyən qədər yaxındılar. Liberal həyat tərzi və liberal siyasəti mənimsəmiş müəlliflər artıq Nobel mükafatına kifayət qədər yaxındılar. Amma məsələn, Pynchon adında bir dənə Amerikan müəllif var. Olduqca qapalı həyat tərzisidir. Onsuz, məncə komitə belə fikirləşir. Biz ona mükafatı versək, onsuz da o gəlib mükafatı götürməyəcək. Fonddan da imtina eləyəcək və növbəti dəfə Sartre hadisəsi baş verə bilər. Ona görə Nobel komitəsi artıq bu qənaətdədir ki, biz elə bir müəllif seçməliyik ki, o müəllifi Nobel ortaya çıxarsın. Nobel komitəsinin hesabına, Nobel komitəsinin ədəbi rəyinə görə o ədəbiyyata gəlsin. Sonuncu məşhur müəllif, yəqin ki, biz Ishiguro'nun adını çəkə bilərik ki, onsuz da ona qədər nələrsə var idi. Amma ondan üzü bəri qalmaqalı müəlliflər var. Bob Dylan kimi bir adama Nobel mükafatı veriblər. Handke'yə Nobel mükafatı veriblər ədəbiyyat üzrə. Yəni, Nobelin gəldiyi yekun nəticə, yəni mənim Nobellə bağlı gəldiyim yekun nəticə budur ki, Nobel birinci Nobel istəyir ki, o dırnaq arası yeni bir dil yaradan müəllif olsun. Son müəllif də bu özünü göstərir.
dünyada gedən proseslərə aktiv yox, passiv reaksiya verən müəllif olsun, yaxud elə bir müəllif olsun ki, o bizə kitabın içində qalmağı təlqin eləsin. Yəni kitabın kənarına çıxmağa, bədii ədəbiyyatın sərhədlərinə gəlib çatmağa icazə verən müəllif olmasın. O elə öz həyat tərzində də, siyasi görüşündə də, gündəlik həyatında da, ictimai şuurunda da elə bir müəllif olsun ki, o qorxulu adama çevrilməsin ki, Nobel mükafatı ilə bir yerdə yeni bir starter peyda olmasın. Çünki onunla hesablaşmaq Nobel komitəsi üçün də çətin ola bilər, o ölkənin müəllifi üçün də çətin ola bilər və müəllifin öz həyatı üçün də çətin ola bilər. Çünki elə onun nümunələrindən birində biz Pamukda gördük ki, Pamuk məsələn bu yaxınlara qədər İstanbulda şəxsi mühafizə ilə gəlirdi. Təqribən pandemiya ərəfəsində uzun illərdən sonra o İstanbulda imza günü keçirməyə müvəffəq oldu. O vaxta qədər imza günləri olmurdu. Hər hansısa bir yerdə yalnız onlayn çıxışlar eləyirdi və nəhayət artıq o İstanbulda ürəyi istədiyi kimi gələ bilər. Bayaq dediyim səbəblərdən Pamukun da Nobel mükafatı qalmaqallı Nobel mükafatı adlanır. Bir də Nobel mükafatı ilə bağlı belə bir şəhər əfsanəsi deyək də. Elə müəlliflər var ki, Nobel onlara olduqca yaxşı təsir eləyir. Onlar yazmağa, yaratmağa davam edir. Amma elə müəlliflər var ki, Nobel onlara çox mənfi mənada təsir eləyir. Məsələn, mənfi mənada təsir edən müəlliflərdən biri nə qədər qəribə olsa da Steinbeckdir. Steinbeck Həyəcanlarımızın qışı onun sonuncu əsəridir və onunla bir yerdə Nobel mükafatı alır və ondan da artıq onu o qədər tənqid edirlər ki, bu orta səviyyəli bir müəllifdir və bu Nobelə layiq görülməməli idi. Mətbuat onu çox tənqid eləyir, özü də bəlkə bu tənqidlərdən təsirlənir və mükafat alandan sonra bir də heç vaxt yazmır və bu onun hardasa bir Bartleby sindromuna yoluxduğunu da göstərə bilər. Biz növbəti dəfələrdə o barədə danışarıq. Sonra Juan Ramon Jimenez adında bir İspaniyalı müəllif var. Onun həyatında daha qalmaqallı bir şey baş verir. Demək, o mükafatı aldığı ərəfədə onun həyat yoldaşı, onun naşiri, onun redaktoru olan qadın ölür və bu adam belə qənaətə gəlir ki, o qadın olmadan yazmağında, mükafat qazanmağında, mükafata çıxış eləməyində bir mənası yoxdur. Öz yaradıcılığına qarşı mənfi münasibətə keçir, öz yazdıqlarını cırır, atır, tapdalayır, tulluyur, Nobel mükafatına da getmir. Yalnız öz naşirinin, öz çalışdığı universitetin rektorunu göndərir ki, mənim adımla onlara təşəkkür elə, ancaq belə deyək ki, mənim həyatımın mənası artıq yoxdur, ona görə nə yazmağı, nə ədəbiyyat adına çıxış eləməyə mənim bir stimulum yoxdur. Jimenezdə bax bu məsələ olduqca maraqlı haldır. Nobelin müsbət təsir elədiyi məncə yeganə, ən müsbət təsir elədiyi müəllif Pamukdur. Çünki Pamuk 2006-da Nobeli aldı, amma ondan sonra dayanmadan yüksək səviyyəli əsərlər yazmaqla məşğuldur və hətta onun Avropada kitabların üz qabığında ən gözəl əsərlərini Nobel mükafatından sonra yazan müəllif deyə başlıq qoyublar. Kifayət qədər də yaxşı əsərləri var. Elə son romanı da yaxşıdır. İndi hətta məhsuldarlıq nöqteyi nəzərdən də Pamukun yaradıcılığını yüksək qiymətləndirmək olar. Çünki 2006-cı ildən özü bəri demək olar qalın bir xeyli romanlar üzərində işləyir və əksəriyyətini də yaxşı, uğurla yekunlaşdıra bilib. Bir də Nobel komitəsinin verdiyi bir gənc yaşda mükafat verdiyi Rudyard Kipling adında Britaniyalı bir müəllif var. O da Nobelin belə deyək qəzəbinə düçar olmuş müəlliflərdəndir. O da mükafatı aldıqdan sonra ona maraq azalır, əsərləri olduqca primitiv hesab edilməyə başlanılır və onun da o meta narrativləri olan meyli, yəni ideologiyaları olan meyli və imperializmə, Britaniya imperializminə olan meyli və təbliğatı gətirir elə bir yerə çıxardır ki, artıq o ədəbiyyatdan daha çox təbliğatçı kimi qabağa çıxır və yaradıcılığını kölgədə qoyur. Və belə qənaətə gəlinir ki, Nobel mükafatı onu lazımından yüksək göstərmək üçün bir addım idi, amma əksinə Nobel mükafatından sonra o bir balaca gözdən itdi. Bir də Nobel mükafatları ilə bağlı maraqlı məqam budur ki, elə müəllifləri var ki, onlar nəinki yaradıcılıqlarına görə, cəmi bir əsərlərinə görə Nobel mükafatına layiq görülür. Bunlardan ən birincisi və başlığa da çıxarılan ad Hamsundur. Hamsunun Torpağın Bərəkəti adında bir romanı var, bizim dildə də var, çox qəşəng. Mən deyərdim ki, bəlkə də Hamsunun yaradıcılığının zirvəsidir. Olduqca samballı bir əsərdir. Bax, o əsərin hesabına Hamsuna Nobel mükafatı verilir və axırı yaxşı olmur. Onun aqibəti
düzgün olmur. Nobel mükafatına layiq bəlkə də layiq həyat tərzi sürür. Amma necəsə o özünü o romana yaraşan şəkildə göstərmiş. Çünki romanda bizə sadə həyat tərzi sürmək təbliğ olunur. Yəni heç kimin olmadığı bir meşədə insanlığı yenidən qurmaq üsulları göstərilir, amma özü faşizm kimi axmaq bir ideologiyanın arxasınca gedir. Nobel mükafatının bir də bir müəllifə, bir əsərinə görə verilməsi başlıqda qeyd olunmasa da, əvvəlcə başlıqda qeyd olunan ikinci müəllifi deyəm, bu Hemingway'in Qoca və Dəniz romanıdır ki, titulda da qeyd olunur ki, yaradıcılığına və birbaşa Qoca və Dəniz romanına görə, povestinə görə daha doğrusu ona bu mükafat təqdim olunur. Hemingway'in də ümumiyyətlə Amerikan ədəbiyyatında, Qərb ədəbiyyatında təsirləri və yeri müzakirə olunmazdı, amma məhz o balaca əsərində onun Faulknerin onunla bağlı maraqlı bir statı var. O da ki, məhz o baxmayaraq ki, kiçik əsərdir, amma bizim Hemingway orada özü üçün Tanrını kəşf edir, orada Allahın olduğunu özünə sübut edir və belə bir iddialı roman ərsəyə gəlir və Nobel komitəsində gözündən yayınmır. Başqa bir əsərinə görə mükafat qazanan müəlliflər siyahısına mən Pasternakı bayaq dediyimiz kimi aid eləmək mümkündür. Doktor Zhivago başlığa çıxarılmasa da, yəni birbaşa o qeyd olunmasa da, amma Rus nəsrinin uğurlu davamçısı kimi Pasternaka verilir statı. Məsələn, onun şairliyindən əlavə cəmi bir dənə nəsr nümunəsi olduğuna görə məsələn Doktor Zhivagoya bir işarə ola bilər. Onu oradan qeyd eləmək olar. Steinbeck'in də bütün yaradıcılığı özlərində, amma məxsusi olaraq qəzəb salxımlarını qeyd eləyirlər və o qəzəb salxımları gətirir bizim Nobel mükafatını John Steinbeck'ə təhvil verir. Başqa dediyim kimi Nobel mükafatının bu gün dəyişməsi, tendensiyanın dəyişməsi dünyanın yeni qayda qanunları ilə, yeni diktələri ilə belə deyək ki, təyin olunur. Yavaş-yavaş yekunlaşdırırıq. Mən bayaq elə yoldaş qeyd elədi, yadıma düşdü. Bax, dünyada demək olar ki, Rus ədəbiyyatı, bəlkə də ümumi ədəbiyyatın ən əhəmiyyətli ölkəsidir. Tolstoy, Dostoyevskini saymağa ehtiyac yoxdur. Bu müəllifləri yetişdiribsə, demək bu ölkəyə, bütün ədəbiyyat camiasının bir borcu var. Amma Nobel mükafatı Rusdan cəmi 4 dənə Rusa verilib. Birinci, Sovet İttifaqı qurulan ərəfədə oradan dırnaqarası didərgin düşmüş Buninə verilib. Biz Bunini Rus və yaxud Rus ədəbiyyatının hissəsi saymağı bir balaca problem hesab edirik. Çünki o gedir mühacirətdə və mühacirət Fransa ədəbiyyatının bəlkə də davamçısı kimi Nobel mükafatına layiq görülür. Ardınca Soljenitsin də bax bunu görürsən. Daha doğrusu Şoloxovda. Şoloxovun ədəbiyyatını təbliğat maşını hesab eləyənlər var, Stalin lakeyi hesab eləyən var. Yenə də ümumi Rus ədəbiyyatını konkret bir tərkib hissəsi kimi qəbul eləyə bilmirsən. Soljenitsində də eyni məqamdır. Bayaq dediyimiz kimi, yəni romanın cümlələrində, açılış cümlələrində, romanın özünün apardığı dəyərlərdə, daşıdığı dəyərlərdə, və yaxud Soljenitsin özünün həyat tərzində gedir, qayıdır, Sovet İttifaqı qayıdandan sonra gəlir, dağılandan sonra təzədən Rusiyaya gəlir, çox mənasız ideologiyaların təbliğatı ilə məşğul olur. Və bu, bir də Pasternak. Bəlkə içlərində Pasternakın həyat tərzini bir balaca Nobelə layiq hesab eləmək olar. O da ki, getmir ölkəsindən, sonuna qədər qalır, üzr istəyir, hətta Nobel mükafatı qazandığına görə də ki, mən hələ ölkəm üçün faydalı olmaq istəyirəm, vətəndən getmək istəmirəm. Və 80-ci, 90-cı illərdə onun övladı Nobel mükafatını gedir, alır. Ona qədərsə Bakıda deyirəm, Moskvada, Leningradda yaşamağa davam eləyir. Sonda mən istəyirəm ki, elə Nobel mühadirələri, Nobel nitqləri var ki, onlar oxunmağa məncə sonuna qədər layiqdir. Bax, Yorgos Seferis adında bir dənə Yunan şairi var. Onun çox qəşəng bir Nobel nitqi var. Kimsə oxumaq istəsə, mən onu göndərə bilərəm ona. Ya şəkil formatlı, ya kitabdan. Bax, Yorgos Seferisin Nobel mühadirəsi o tamamilə başdan ayağa müasir Yunan ənənələrinin haradan hara gəlib çıxmağından ibarət və bir növ Yunan poeziyasını və Yunan nəsrinin
ensiklopediyası kimi qeyd edirsən. Orada heç vaxt yazılmayan Nobel, heç vaxt yazılmayan bir müəllifin necə təsir elədiyindən, bütün bir Yunan nəslinə necə təsir elədiyindən, Yunan müəlliflərinin həm döyüşdüyündən, həm yazdığından bəhs eləyir. Daha sonra Sartre'ın Yadıçı və Zəmanəsi adında olduqca keyfiyyətli bir Nobel nitqi var. Ümumi ədəbiyyat kontekstində o həm Sovet İttifaqının tendensiyalarını əsərdə göstərir, həm burjua estetikasını orada hədəfə qoyur və bir növ oxucu üçün yeni nələrsə vəd edir bu mühadirələr. Pamukun Atamın Çamadanı adlı Nobel mühadirəsi məncə çox yaxşıdır. Mənim özümün də kifayət qədər bəhrələndiyim müəllifdir. Bax, elə orada da balaca kitab kimi Atamın Çamadanı adında kitabı nitqi orada kitab kimi çap eləyib qoyublar. Bax, ona göz atmaq olar, oxumaq olar. Yəni bu bəzi müəlliflər elə Nobel mühadirələri dərc eləyiblər ki, bunlar elə özü bədii bir mətndir. Onları oxuyub onlardan nələrsə əxz eləmək mümkündür. Sonra elə bir müəllif var ki, Soljenitsinin müəllifi. Bir söz bütün dünyanı öz arxasınca apara bilər. Səhv eləmirəmsə, bax, adı belədir. Bax, Soljenitsin o Nobel nitqində Moryaka öz təşəkkürünü bildirir. Bir növ hardasa Avropa ədəbiyyatına bir növ loyallığını bəyan edir, amma mətn etibarı ilə Soljenitsinin bəlkə də samballı mətni ilə Nobel mühazirəsi hesab oluna bilər. Sonda Nobel Qafqaz və Xəzərin o tayındakı perspektivlərini nəzərə alanda bu vaxta qədər yəqin ki, ən yaxın namizəd Aytmatov olub. Aytmatova heç vaxt Nobel qisməti olmayıb, ancaq ondan üzbəri bir neçə il əvvəl, səhv eləmirəmsə elə keçən il Akam Orçiladze, gürcü müəllif, öz komitəsi tərəfindən təklif olunmuşdu. O da lazımi mükafatı əldə edə bilmədi. İndi reallığı nəzərə alanda, yəqin ki, Bakıdan o məşhur Nobel mükafatında bizim də maddi olaraq dəstəyimiz var, fikri ilə çıxış edən heç bir müəllif olmayacaq. Çünki inanmıram ki, nə vaxtsa hər hansısa bir komitə və yaxud hər hansısa bir müəllif birinci növbədə təklifi ləyaqətli seçsin, ikinci növbədə də müəllif özü buna hazır olsun, həm ideoloji baxımdan, həm ictimai şuurda o səviyyədə olsun ki, o Nobel mükafatında heç olmasa fikir cəlb eləyə bilsin. Düzdür, indi Bakının müəlliflərinin Nobel almağının bir yolu var ki, o Svetlana Alekseyevich yolu getməlidir. O da indi siyasi səbəblərdən o belə bizdəki müəlliflərə çıxış yolu yoxdur. Çünki bizdəki Belarusdakindən bir xeyli fərqlənir də, olduqca işlərinə etibarlı tutur deyə ona heç vaxt əks bir intellektual yetişdirib qoymayacaqlar. Amma belə düşünmək olar ki, ən ideal namizəd, mən yenə təkrar edirəm, Gürcüstandan o liberal dəyərlərin təbliğatçısı kimi, yəqin ki, yaxın vaxtlarda onsuz da Buker mükafatı onlardan alan olmuşdu. Yəqin ki, çox gözlətməz, mən belə hesab edirəm, çox gözlətməz ki, Nobel mükafatı bir gürcü müəllifə qismət olacaq. Mən elə hesab edirəm ki, Akam Orçiladzenin o çəkisi var. Tendensiya, bugünkü tendensiya, mən demirəm Akam Orçiladze dünyanı xilas eləmək istəyir. Amma o ümumi tendensiyalara uyğun olaraq Akam Orçiladze nə vaxtsa yəqin ki, ölməmiş Nobel mükafatına ya çox ciddi şəkildə bir dəfədə namizəd olacaq, ya da doğrudan da mükafatı ona verəcəklər. İndi öncədən görmə özünü doğrultsa lap yaxşı, doğrultmasa da keçsin, onsuz da adətən yanılırıq belə şeylərdə. Yekunda mənim öz müəllif olduğum kitablar burada var. Bunları əldə eləmək istəsəz, yekunda götürə bilərsiniz. Başqa mənim bugün bəhrələndiyim kitablar var, göz atmaq istəsəz bunlara baxa bilərsiniz. Bir də kiməsə maraqlı olsa, Nobel axşam mən WhatsApp qrupuna mənalı Nobel mühadirələrinin siyasını ataram. Kim istəsə oradan oxuyar. Başqa mənim deyəcəyim ancaq bu qədər. Kimsə sualı varsa onu yekunlaşdırandan sonra verə bilər. Bu qədər. Təşəkkür edirəm.